Həqiqətən də dostlar, bilirsiniz, mən Əli bəy dedi o təklifini, fikirli ki, deməli, təşkilatlar və şəxslər, blogerlər bir araya gəlməlidir. Təbii bir araya gəlməlidir, amma o adamlar bir araya gəlməlidir ki, onlar millət üçün xidmət göstərmək istəyir. Millət üçün xidmət göstərmək istəyən, ölkə üçün, vətən üçün xidmət göstərmək istəyənlər, bəli. Yoxsa adam var ki, yalnız öz şəxsi maraqları üçün xidmət göstərir, onunla bir araya gəlib neyəcək? Onun şəxsi maraqları təmin olunan kimi çıxıb gedəcək. Məsələn, Elşad, bizim Elşad Məmmədov, dəyərli qardaşımız, dostumuz. O hər zaman deyir ki, mənim pulumu versin də mən çıxıb gedəcəm. Onun pulunu varın dövlətən, siyasi şəxs deyil Elşad. Ona görə sözünü də hər formada deyir. O tutaq gəldi bizdən bir araya neynəyəcək Elşadla, misal üçün. Və ya da digərləri, hansı ki, şəxsi məsələ ilə bağlı kanal açıblar, mübarizə aparırlar, öz şəxsi işləri üçün. Amma bir çox insanlar var xaricdə ki, heç nə kanalı var, nə bir şeyi var, amma təşkilatları var və yaxud da təşkilatlanmanı bacarır və yaxud da bacardığı bir iş var, hüquqşünasdır bir şey. O insanların hamısı bir araya gəlməsi lazımdır. Həqiqətən də o ideoloji birliyi olmalıdır. İdeologiya nədir? O ideologiya ətrafında birləşmək lazımdır. Yoxsa ki, zorla insanları birləşdirmək. Məsələn, Sevinç xanımla bağlı deyim, Sevinç xanım biz dəfələrlə təşkilatlara dəvət edirik. Sevinç xanım deyir ki, mən jurnalistəm. Jurnalist kimi nə yardım istəyirsiz göstərim, nə istəyirsiz eləyim mən sizə, nə kömək istəyirsiz eləyim. Hər zaman da nə istəmiş eləyib, heç narahatsızlıq yoxdur. Amma bizim istəyimiz əslində bu ideologiyası olan şəxsləri, Azərbaycan dövlətçiliyi üçün çalışmaq istəyən, Azərbaycanın müstəqilliyi, məsələn, indi təmin olunduğu müstəqillik, amma ki, o siyasi müstəqillikdir. Amma asıllığı qalır, yəni bu günləri İlham Əliyev hakimiyyət başındadır, Azərbaycan asılı bir ölkədir. Azərbaycan Rusiyadan, Amerikadan, oradan buradan asılı ölkədir. İlham Əliyev özünü o necə deyərlər, bu ölkələrin prezidentlərinin altına soxmaq üçün bir neynəsin? Məsələn, davranışları görürsünüz. Putinlə davranışını görürsünüz, Trumpla davranışını görürsünüz. Elə davranır ki, Trump'ı sabah gedəndən sonra hansısa kim hakimiyyətə gəlsə, o bunu basıb edəcək ki, sən bizim başımıza boyun niyə açırdın? Yəni, bu cür olmaz. Dövlət dövlətlə dost olmalıdır. Dövlət dövlətlə yaxın olmalıdır. Məsələn, bugün Türkiyə ilə bizim ölkə rəhbərləri bir-birinlə dostdular. Heç vaxt nə onun bu millət yadına düşür, nə bunun millət yadına düşür. Hətta bəzən görürsən Türkiyədən bizim siyasi mühacirlərdə tutub verirlər Azərbaycana. Bu nə dostluq oldu? Ona görə şəxslər arasındakı dostluq xeyir gətirməz heç vaxt. O şəxs olmayandan sonra o dostluq davam eləməyəcək. Amma ölkələr arasında dostluq, xalqlar arasında dostluq olmalıdır, iqtisadi birlik olmalıdır, siyasi birlik olmalıdır. Eləcə də şəxslər arasında. Mən məsələn tutaq ki, biri səhərdə axşama qədər söyüş